Salam mənim kanalımın seyirciləri. Yolda evə gələ-gələ şərhləri oxuyuram. Bir nəfər yazıb ki, bəs övladlara ümid bağlamaq, övladlarla nəfəs almaq daha yaxşıdır. Amma insan, ağlı başında olan insan, şuurlu insan yaşar olduqca ilk qazancından əl tutmaqdan atasına, anasına kömək eləməyə çalışır. Onu böyüdən boya başa çatdıran ata və anasına kömək eləməyə çalışır. Maddi tələbatını ödəmək istəyir, qulluğunda durmaq istəyir. Siz deyirsiniz ki, övladlara baxmaq, övladlarla nəfəs almaq, övladların tələbatını ödəmək. Xeyr, biz 90'larda çörək növbələrində tələbatları ödənməyən insanlarıq ki, indi bir qismət çörəyimizi qazana bilirik. Əksinə, uşaq nə qədər diqqətdən kənar qalarsa, tay Kafka qədər deyil, yəni onun nazın nə qədər az çəksən, o qədər az ərköyün böyüyür. Yoxsa ömrü, günü övladlarına həsr edib, övladlarını ilahiləşdirmək, hələ özün özünlə, öz ürəyində düşün, mənə inanma. Əlində 5 manat, 3 manat pul olanda anunun və yaxud da ki, atının qulluğunda durmağa, onu üçün xərcləməyə daha çox meyillisən. Uşaq üçün nə qədər eləsən, o qədər ərköyün olacaq. İstənilən bir mənəviyyatlı, vicdanlı insanın valideynlərindən qəlbi sınmayan insanın ürəyində əlbəttə ki, birinci yerdə valideynləri durur. Bu qədər.